Bələdiyyələrin uzunmüddətli inkişaf strategiyasının ictimai müzakirəsi çərçivəsində Qardabani Bələdiyyəsində ictimai görüş keçirilib. Görüş zamanı Qardabani Bələdiyyəsinin meri David Qarqaritelli yerli sakinlərə bələdiyyənin inkişafının əsas istiqamətlərini təqdim edib. Strategiya yol və su təchizatı infrastrukturunun yaxşılaşdırılmasını, təhsilin əlçatanlığının artırılmasını, həmçinin bələdiyyənin iqtisadi və turizm potensialının inkişaf etdirilməsini nəzərdə tutur. Strateji planın müzakirəsi interaktiv formatda davam etdirilib. Bələdiyyə rəhbərliyi sakinlərin rəy və təkliflərini dinləyib. Qeyd olunub ki, bu təkliflər gələcəkdə strateji planın daha da vətəndaş yönümlü hazırlanmasına töhfə verəcək. Gürcüstan Baş naziri cənab İrakli Qobaxidzenin təşəbbüsü ilə bələdiyyələrdə uzunmüddətli strategiyaların hazırlanması həyata keçirilir. Prosesə Gürcüstanın Regionların İnkişafı Nazirliyi rəhbərlik edir. Strategiya bələdiyyələrin gələcəyə baxış bucağı və prioritetləri nəzərdə tutur. Bütün bunlar isə yerli sakinlərin tələbatına əsaslanacaq. Qardaban bələdiyyəsində ictimai görüşümüz oldu. Maraqlı diskussiya baş tutdu. Sakinlər bələdiyyənin gələcək prioritetləri barədə fikirlərini bildirdilər. Baş nazirin tapşırığı ilə biz uzunmüddətli strategiyaların üzərində işləməyə başladıq. Əsas məqsəd gələcək prioritetlərə düzgün yanaşmaqdır. Bu prosesdə sakinlərin fikri qərarvericidir. Ona görə də biz bələdiyyələrdə bu sənədin ictimai müzakirəsinə başladıq. Sosial, infrastruktur və iqtisadi problemlərin hər biri strategiyada öz əksini tapmalıdır. Biz məhz bunun üçün əhali ilə görüşlər keçiririk. Bugün Qardaban Bələdiyyəsinin uzunmüddətli strategiyasının ictimai müzakirəsi baş tutdu. Görüşdə Qardaban sakinləri yer alırdılar. Onlarla birlikdə mövcud vəziyyətdən, problemlərdən, gələcək planlardan, prioritetlərdən danışdıq. Əhalinin fikirləri mütləq sözü gedən planda yer alacaq. Merin sadaladığı prioritetlər Qardabanlılar üçün bizim üçün çox əhəmiyyətlidir. Sual-cavab hissəsində də verdiyimiz suallara ətraflı məlumat aldıq. Ona təşəkkür edir, bələdiyyəmizə uğurlar arzulayıram. Qardaban şəhərində Interpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Xemokarti Polis Departamentinin Qardabandakı idarəsinin məlumatına görə saxlanılan şəxs Türkiyə hüquq mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə beynəlxalq axtarışda olub. Hazırda onun barəsində qanunvericiliyə uyğun ekstradisiya, yəni təhvil verilmə prosedurları həyata keçirilir.